Dəqiq və etibarlı xəbər qaynağınız ASTV xəbərin saat 14-də olan buraxılışını mən Lalə Məmmədovanın təqdimatında izləyirsiniz. Hər vaxtınız xeyir. Anonslar. Prezident İlham Əliyev 30-cu Caspian Oil and Gas, 13-cü Caspian Power və 30-cu Baku Enerji Forumun rəsmi açılışında iştirak etdi. Dünyanın diqqəti İstanbulda. Bu dəqiqələrdə Ukrayna və Rusiya danışıqlarının ikinci raundu başlayır. Təfərrüatlar Türkiyədən birbaşa bağlantımızda. ABŞ Cenevrədə əldə olunan ticarət razılaşmasının şərtlərini kobud şəkildə pozub. Çin rəsmi Vaşinqtonu ittiham etdi. Qurban Bayramı namazının vaxtı açıqlandı. Bugün Prezident İlham Əliyev Bakı Expo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, Caspian Oil and Gas, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi, Caspian Power və 30-cu yubiley Baku Enerji Forumunun rəsmi açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib, sonra Azərbaycan Prezidenti sərgilərlə tanış olub. Prezident İlham Əliyev bugün Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktarı qəbul edib. Prezident İlham Əliyev bugün Səudiyyə Ərəbistanı Krallığının Aqua Power şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbünəyyanı, Pakistan İslam Respublikasının Energetika naziri Sərdar Avais Əhməd Xan Leqarini, Schlumberger Overseas SA şirkətinin baş icraçı direktoru Ali Veli Peşi və ExxonMobil şirkətinin vitse-prezidenti John Arzili qəbul edib. Bunlarla bağlı hazırlanan geniş reportajlara bugünkü proqramımızda baxa bilərsiniz. Naxçıvanda istehsal olunan alternativ enerji Türkiyə üzərindən Avropaya çatdırılacaq və bu istiqamətdə müzakirələr davam etdirilir. Bakı Enerji Həftəsi çərçivəsində Türkiyənin Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar bu barədə açıqlama verib. Onun sözlərinə görə Türkiyə və Azərbaycan arasında enerji layihələri üzrə əlaqələrin inkişafı müzakirə predmetidir. Önemli bir anlaşma, Türkiye Petrolleri Şafak Asiman sahasına ortak olarak giriyor. İnşallah bunun anlaşmasını burada yapıyoruz. %30'luk bir pay aldık ve yine her zamanki ortaklarımız SOKAR ve BP ile beraber inşallah bu sahada da üretimimizi başlatacağız. Türkiye ve Azerbaycan, bugün konuşmamda da ifade ettim, aslında sadece tabii Türkiye için değil ama özellikle bölge için önemli arz güvenliğine katkı yapıyor. Avrupa'nın arz güvenliği için. Dolayısıyla bu alandaki işbirliğimiz bizim birçok tarafa da aslında katkı yapacak cinsten. Ve bir de tabii artık yeni alan elektrik alanı. Elektrik Azerbaycan'dan Türkiye'ye, Gürcistan üzerinden ihracat şu anda devam ediyor. 250 megawattlık bir kapasiteyi kendilerine tahsis ettik. Bu özellikle Türkiye'de Star ve Petkim'in ihtiyaçları için şu aşamada, ama önümüzdeki dönemde hem Nahçıvan'da yenilenebilir enerjinin üretilmesi ve onun Türkiye'ye getirilmesi ve tabii Türkiye üzerinden de Avrupa'ya gitmesiyle alakalı projeleri geliştireceğiz. Və elə indi biz Bakı Expo Mərkəzinə bağlanırıq. Əməkdaşımız Vüsal Mətləb Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər barədə birbaşa bağlantıda məlumat verir. Hər vaxtınız xeyir Vüsal. Xoş gördük, bəli, Bakı Expo Mərkəzindən salamlayırıq sizi. Bugün, daha doğrusu bu həftə Azərbaycan paytaxtı mühüm tədbirə ev sahibliyi eləyir. Daha dəqiq desək, tədbirlərə. Çünki Bakı Enerji Həftəsi çərçivəsində 3 mühüm tədbir keçirilir. Bunlar 30-cu Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, 13-cü Beynəlxalq Energetika və Yaşıl Enerji sərgisi və 30-cu Bakı Enerji Forumudur. Bir qədər əvvəl Azərbaycan Prezidenti İlham Əliyev tədbirin açılışında çıxış etdi və olduqca Azərbaycan enerji siyasəti ilə bağlı olduqca mühüm mesajlar verdi. Eyni zamanda əldə edilmiş uğur hekayələrini bir daha diqqətə çatdırdı. Qeyd etməliyik ki, bu dəfəki sərgidə, tədbirlərdə 39 ölkədən 267 şirkət iştirak edir və indi dayandığımız yerdə təbii ki, tədbirlərlə yanaşı şirkətlərin
sərgiləri, stendləri var, pavilyonları var və orada həmin şirkətlər öz məhsullarını, yeniliklərini, tapıntılarını nümayiş etdirirlər. Eyni zamanda təbii ki, bu platforma ikitərəfli müzakirələr, görüşlər, əməkdaşlıq əlaqələrinin qurulması üçün imkanlar yaradır. Biznes hökumət görüşlərinin formatında görüşlərinin keçirilməsi üçün əla, unikal imkan yaradır. 35% yeni şirkətlərdir, sərgi iştirakçılarının 70% xarici şirkətlərdir, 30% yerli. Əslində bu rəqəmin özü, yəni 70% xarici şirkətlərin təmsil olunması özlüyündə beynəlxalq maraqdan xəbər verir və bu beynəlxalq marağın da obyektiv səbəbi var. Çünki Azərbaycanın enerji sektorunda mühüm uğur hekayələri var, eyni zamanda böyük potensialı var və bu potensial təbii ki, səhmdarları, investorları maraqlandırmaya bilməz. Odur ki, bu imkanlardan istifadə etmək üçün onlar buradadırlar, öz məhsullarını, öz imkanlarını təqdim etməklə yanaşı, qarşı tərəflərin həm Azərbaycan dövlətinin, həm Azərbaycan şirkətlərinin yaratdığı imkanlar, eyni zamanda resurslardan tam istifadə, onların realizəsi üçün müzakirələrdə və bu cür tədbirlərdə iştirakı vacib hesab edirlər. Belə, dediyimiz kimi Bakı olduqca mühüm tədbirə ev sahibliyi eləyir. Artıq ənənəyə çevrilib bu tədbir 30-cu ildir keçirilir və dünya enerji sektorunun ən mühüm şirkətləri və nümayəndələri Bakıda bir aradadırlar. Gün ərzində davam edəcək, həftə ərzində davam edəcək bu tədbirlər və yəqin ki, həmkarlarımız da həm Baku Expo mərkəzindən, həm də digər tədbir yerlərindən, digər buraxılışlarımızda məlumatları çatdıra biləcəklər. Hələ isə bizim buradan təqdim edə biləcəklərimiz bu qədər. Təşəkkür edirəm sizə Vüsal məlumatlarınız üçün. Əməkdaşımız Vüsal Mətləb Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər haqqında bizə məlumatları Bakı Expo mərkəzindən çatdırırdı. Enerji məsələlərinin müzakirəsində mühüm platforma sayılan Bakı Enerji Həftəsi bu il 39 ölkədən 267 şirkəti qəbul edir. Sərgi iştirakçılarının 35%-i yeni şirkətlərdir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artır. Bunu iştirakçılar da təsdiqləyir. Bunlar çox böyük tədbirlərdir və bu il Bakı Enerji Həftəsinin keçirilməsinin 30 illiyidir. Bu, hasilat şirkətləri, hökumət, həmçinin təchizat və xidmət şirkətləri ilə mövcud imkanları müzakirə etmək üçün əla fürsətdir. Yeni texnologiyalar və qarşıda duran çağırışlar barədə fikir mübadiləsi aparmaq baxımından da mühüm platformadır. ABŞ-nin ölkəmizdəki sabiq səfiri Matthew Bryza isə deyib ki, Azərbaycan enerji sahəsində daha böyük tərəfdaşlıqlara hazırdır. Bakı Enerji Həftəsi strateji olaraq böyük sərgiyə çevrilib. Bu sərgi Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevdən başlayaraq Azərbaycan rəhbərliyinin strateji baxışı 1994-cü ildə imzalanmış əsrin müqaviləsi sayəsində mümkün olub. Bu tədbir Azərbaycandan Gürcüstan, Türkiyə və Avropaya kəmərlər şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə Amerika Birləşmiş Ştatları, BP, Türkiyə ilə əməkdaşlıqda Heydər Əliyevin liderliyi sayəsində mümkün olub. Bu həm də Prezident İlham Əliyevin Baku Steel, Sokar kimi şirkətlərdə, dövlət şirkətlərində islahatlar apararaq aktiv investisiya sektoru yaratması sayəsində baş verib. Azərbaycan iqtisadiyyatı şaxələndirilir. İndi siz bu sərgidə mən 26 il əvvəl ilk dəfə bura gələndə olduğundan daha çox şirkət görürsünüz. İnsanlar qəbul edirlər ki, Azərbaycan investisiya strategiyası doğru yolladır. İstər ABŞ şirkətləri, Avropa şirkətləri, istərsə də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ya Rusiya şirkətləri ilə böyük tərəfdaşlıqlara hazırdır. Bunun sayəsində bu tədbir strateji olaraq böyük sərgiyə çevrilir. Azərbaycanlılara qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli 15 nəfərin məhkəmə prosesi davam edir. Bugün keçirilən baxış iclasında da zərərçəkmiş şəxslərin ifadələri dinlənilir. Ətraflı məlumatı Bakı Hərbi Məhkəməsində olan əməkdaşımız Südabə Cahangirlidən eşidəcək. Südabə, salamlayıram sizi. Buyurun, efirdəsiz. Hər vaxtınız xeyirli olsun. Bəli, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı, o cümlədən Aray Kartunyan, Bakı Sakyan, Arkadiy Qukasyan, David Babayan, David İşxanya və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi bugün də davam edir. Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə keçirilən açıq məhkəmə iclasında
Azərbaycanın mülki şəxslərinə qarşı terror aktlarının törədilməsi fəsli üzrə araşdırmalar aparılır. Açıq keçən məhkəmə iclasında subutlar, faktlar təqdim olunur, zərər çəkənlər ifadə verirlər. 2016-cı ildə aprel döyüşləri zamanı, 2020-ci ilin iyulunda Tovuz döyüşləri, ondan sonraki 44 günlük Vətən müharibəsi dövründə Gəncənin, Tərtərin, Bərdənin raket zərbəsinə tutulması nəticəsində mülki şəxslərin, mülki obyektlərin qəsdən öldürülməsi, yaralanması, onların əmlaklarına külli miqdarda zərər vurulması faktları üzrə araşdırmalar aparılır. Və ifadələrdə də bir daha təsdiqini tapır ki, bütün bu cinayətlər Azərbaycan xalqına qarşı, Azərbaycana qarşı törədilmiş terror aktlarının arxasında dayanan bir məqam milli düşmənçilik zəminində bu hadisələrin törədilməsi olub. Zərər çəkənlər ifadələrində bildirirlər ki, həmin vaxtda Azərbaycanın mülki obyektləri qadağan olunmuş raket zərbələri ilə, silahlarla, qadağan olunmuş silahlarla hədəfə götürülüb. Və ifadələrdə bir daha qeyd olunur ki, həmin vaxtda Azərbaycanın hərbi məntəqələri, hərbi obyektləri ən yüksək nöqtələrdən görünsə belə düşmən hədəfi mülki obyektlərə tərəf yönəldi. Təkcə məsəl üçün 44 günlük Vətən müharibəsi dövründə Gəncə 5 dəfə raket zərbəsinə məruz qalıb. Nəticədə 26 günahsız insan qətlə yetirilib, 175 nəfər yaralanıb. Dövlət və şəxsi mülkiyyətdə olan əmlaklara çoxsaylı maddi ziyan vurulub. Həmçinin Tərtər həmin vaxtda çoxsaylı raket zərbələrinə məruz qalıb. Bərdə bir neçə dəfə erməni terrorunun törətdiyi bu raket zərbələri nəticəsində həm mülki vətəndaşlarımız qətlə yetirilib, yaralanıb, həm də əmlaklarına çoxlu zərər dəyib. Məhkəmə prosesində bütün bu faktlar bir-bir araşdırılır və subutlar, faktlar təsdiqini tapır. Proses açıq keçirilir, media nümayəndələri də iştirak edir və biz mütəmadi olaraq proseslə bağlı məlumatları çatdırırıq. Bugünkü xəbərlərdə də növbəti buraxılışlarda daha geniş reportajımız olacaq ki, onu da tamaşaçıların diqqətinə çatdıracaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük. Təşəkkür edirəm sizə Südabə məlumatlarınız üçün. Erməni əsilli şəxslərin məhkəmə prosesinin gedişatı ilə bağlı son məlumatları Bakı Hərbi Məhkəməsindən əməkdaşımız Südabə Cahangirlidən eşitdik. Pərakəndə tikililər azad ərazilərdə şəhər və rayonların memarlıq üslubuna xeyli zərər gətirib. Azərbaycanın memarlıq üslubuna aid olmayan bu tikililərin əksəriyyəti isə keyfiyyətsiz inşa edilib. Bu səbəbdən Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında işğal dövründə inşa edilmiş qanunsuz tikililər sökülür. Əməkdaşımız Elnur Tofiq bu barədə daha ətraflı danışacaq. Birbaşa bağlantıda sözü Elnura ötürürük. Elnur. Bəli, Xankəndi şəhərində, Xocalı və Ağdərədə qanunsuz tikintilər sökülür. Bu fikirləri bugün Xankəndi şəhərində Qarabağ Universitetində gələcəyin Qarabağı üçün birgə addımlar forumunda prezidentin Xankəndi şəhəri və Xocalı və Ağdərə rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubov səsləndirdi və məlumat üçün bildirmək istəyirəm ki, ümumiyyətlə işğala qədər sözü gedən ərazilərdə olan tikintilərin 90%-dən artığı Sovet Azərbaycanın dövründə elə Azərbaycan Respublikasının vəsaiti hesabına inşa olunub və həmin tikililər elə kadrlardan da görürsünüz artıq istismar müddətini başa vurmuş tikililərdir və bunun fonunda işğal dönəmində tam 3-10 illikdən artıq bir müddətdə işğalçı Ermənistan ordusu artıq Qarabağı, Şərqi Zəngəzuru işğal etdikdən sonra bu ərazilərdə şəhərin memari üslubuna uyğun olmayan pərakəndə şəkildə qanunsuz tikintilər həyata keçirib və bu tikintilərin hamısı sökülür və bu proses artıq start götürüb və bu həm Xankəndində, həm Xocalıda, həm də Ağdərə rayonunda icra olunmaqdadır. Bayaq bildirdiyim kimi burada olan köhnə tikililər, yəni Sovet Azərbaycanı dövründə Azərbaycanın öz vəsaiti hesabına inşa olunmuşdursa, işğal dönəmində ermənilərin qanunsuz şəkildə əsasən belə deyək, iaşə xidmətləri, evlər, bunların hamısı qanunsuz şəkildə inşa olunmuşdur və bu tikililərin hamısı nümayəndəlik tərəfindən açıqlamada bildirilir ki, sökülür və bunun fonunda həmçinin bugün elə forumun həyata keçirildiyi Qarabağ Universiteti də yenidən inşa olunur. Onun tədris korpusları indi elə görüntülərdən sizə təqdim etmək imkanımız var. Yəni bu söküntü ilə bərabər həm də bunun fonunda yeni tikinti, quruculuq, bərpa işləri
işləri də sürətli şəkildə həyata keçirilməkdədir. Bütün bunların hamısı azad torpaqlarımızın, azad Qarabağımızın yenidən həyata döndürülməsi və böyük qayıdışı təmin etmək məqsədi ilə həyata keçirilir. Tək yaşayış yerləri yox, bərabər olaraq, paralel olaraq həmçinin yeni iş yerlərinin açılması məqsədi ilə istehsal müəssisələri, yeni iş yerləri, fabriklər, zavodlar, emal müəssisələri bunlar da inşa olunur ki, artıq biz bunun şahidiyik. Tək Xankəndi şəhərində tekstil fabrikinin istifadəyə verilməsi, yenidən qurularaq istifadəyə verilməsi yüzlərlə insanın yeni iş yeri deməkdir və bu cür addımlar da artıq atılır və bu proses həyata keçirilir. Çünki böyük qayıdış zamanı bu yurda qayıdan, öz doğma əzəli torpaqlarına qayıdan insanların işlə təmin olunması prioritet məsələ kimi götürülməkdədir. Xankəndi şəhərindən çatdırmaq istədiklərim bunlardır. Sözü yenidən sizə veririk. Təşəkkür eləyirəm Elnur. Bəli, azad ərazilərdə qanunsuz tikililər sökülür. Mövzu ilə bağlı məlumatlar əməkdaşımız Elnur Tofiq Xankəndidən bizə çatdırırdı və biz hazırda dünya gündəminə nəzər salacağıq. Çin, ABŞ-nin ötən ay Cenevrədə əldə olunan ticarət razılaşmasının şərtlərini kobud şəkildə pozduğunu açıqlayıb. Rəsmi Pekin buna misal olaraq Çin şirkətlərinə kompüter çipi dizaynı proqram təminatının satışını dayandırılmasını, Çinin Huawei şirkətinin hazırladığı çiplərdən istifadə etməməklə bağlı xəbərdarlıq ünvanlanmasını və Çinli tələbələr üçün vizaların ləğv edilməsini göstərib. Çinin Ticarət Nazirliyi milli maraqlarını müdafiə etmək üçün ciddi tədbirlər görəcəklərini vurğulayıb. Hər iki ölkə bir-birinə qarşı tətbiq etdiyi tarifləri Cenevrə razılaşması əsasında kəskin şəkildə azaltmışdı. Bununla belə ötən cümə ABŞ prezidenti Trump da Çinin sözügedən razılaşmanın şərtlərinə əməl etmədiyini irəli sürmüşdü. İsrail ordusu Qəzza zolağındakı əməliyyatları davam etdirir. Yenidən Rəfah şəhərinə intensiv hücumlar olub. ABŞ nəzarətində olan yardım paylama mərkəzinə endirilən zərbələr nəticəsində 3 nəfər həlak olub, onlarla Fələstinli yaralanıb. Onların arasında vəziyyəti ağır olanlar var. Bundan başqa ötən gün eyni məntəqəyə hava hücumu zamanı yaralanan bir nəfər də bugün həyatını itirib. Qardaşım uşaqları üçün yemək almağa getmişdi. İsrail ordusu onu vurdu. Onu niyə güllələdilər? Niyə İsrail bizi ora yönləndirdi? Bu cinayətdir. Onlar bizə yalan danışdılar. Bu mülki yardım idi. Biz bütün ərəb dünyasını və beynəlxalq ictimaiyyəti bu qanlı fəlakəti dayandırmağa çağırırıq. Bu müharibəni dayandırın. Niyə bu müharibə tamamilə mülki insanlara hədəf alır? Biz silahsızıq və sadəcə yemək və təmiz içməli su axtarırıq. Biz ora sadəcə yemək üçün bir şey tapmağa getmişdik. 100 gündən artıqdır ki, su və yemək çatışmazlığından əziyyət çəkirik. Uşaqlarımız aclıqdan və susuzluqdan ölür. İnsanlar İsrail ordusunun təlimatlarına uydu, lakin bunun mülki insanlar üçün tələ olduğu ortaya çıxdı. Bu arada ABŞ-nin Kolorado ştatında Qəzzada saxlanılan İsrailli girovlara dəstək yürüyüşü zamanı insident baş verib. Boulder şəhərində Fələstinə azadlıq şüarı səsləndirən şəxs aksiya iştirakçılarına Molotov kokteyli ilə hücum edib. Nəticədə 8 nəfər yanıq xəsarətləri alıb. Federal Təhqiqatlar Bürosu hücumu terror aktı kimi araşdırır. Hadisəni törətməkdə şübhəli bilinən 45 yaşlı Məhəmməd Səbri Saliman polis tərəfindən saxlanılıb. Onun Misir vətəndaşı olduğu, 2022-ci ildə isə qeyri-miqrant vizası ilə Kaliforniyaya gəldiyi, vizanın müddətinin 2023-cü ilin fevralında bitdiyi məlum olub. Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq üçün tərəflərin nümayəndə heyətləri arasında İstanbulda ikinci görüş keçirilir. Danışıqlar bu dəqiqələrdə başlayıb. Təfərrüatları öyrənmək üçün indi biz İstanbula bağlanırıq. Türkiyə təmsilçimiz Yalçın Tahiroğlu son xəbərləri çatdırır. Yalçın, hər vaxtınız xeyir. Hala Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti görüş də may ayında olduğu kimi iki tərəfli yox, üç tərəfli formatda keçirilir. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın açılış çıxışı ilə başladı görüş və aldığımız məlumatlara görə elə Türkiyə nümayəndə heyəti sona qədər bu görüşdə iştirak edəcək. Böyük maraq var. Dünyanın bir çox ölkəsindən nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri yenə bura axın ediblər. Operatorumuz Allahverdi Məmmədov göstərir.
ən müxtəlif ölkələrdən jurnalistlər, video və foto jurnalistlər, müxbirlər buradadılar və hər kəsi bir sual maraqlandırır. Rusiya ilə Türkiyə arasında, Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli ilə bağlı bugün Türkiyənin ev sahibliyi ilə keçirilən görüşdən hər hansı bir nəticə çıxacaqmı? Rusiyanın nümayəndə heyətinə Prezident Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edir. Nümayəndə heyətində Müdafiə Nazirliyinin, Xarici İşlər Nazirliyinin əməkdaşları, Baş Qərargah rəisinin mülkiyyətli nümayəndələri var. Eyni zamanda Ukrayna nümayəndə heyətinə də ölkənin Müdafiə naziri Rüstəm Umerov rəhbərlik edir. Onun nümayəndə heyətində də Xarici Siyasət İdarəsinin və hərbi strukturların nümayəndələri təmsil olunurlar. Müxtəlif mülahisələr səslənir. Görüşün yekunları ilə, mümkün yekunları ilə bağlı. Təbii ki, son günlər Rusiyanın hücumlarının artması, dünən gecə Ukraynanın yeni bir əməliyyatlar həyata keçirilməsi, bütün bunların görüşün yekunlarının necə təsir edəcəyi ilə bağlı müxtəlif mülahisələr səslənir. Lakin ən yaygın fikir ondan ibarətdir ki, tərəflər arasında müharibənin bu qədər qızışdığı bir dövrdə belə bu görüşün baş tutması özü-özlüyündə böyük uğurdur. Burada da təbii ki, ev sahibi ölkə olan Türkiyənin rolu, nüfuzu danılmazdır. Biz mütəxəssislərlə müsahibələr götürmüşük. Onlardan biri təhlükəsizlik üzrə ekspert Coşqun Başbulun müsahibəsini rejissorlarımızdan xahiş edirik, efirə təqdim etsinlər. Buradan hemen barış çıkar ve buradan bir anda yani oluşan ortamda ateşkes sağlanır. Bu bana göre çok erken bir beklenti. Çünkü hem dün yaşananlar hem ondan önceki olan olaylara bakıldığı takdirde burada daha epey bir İstanbul veya Ankara merkezli masa kurulacak, görüşmeler devam edecek gibi duruyor. Çünkü 2022'de biz o masayı kurduğumuzda şartlar müsaitti. İki taraf arasında bir denge vardı. Rusya böyle daha hani hasar almış, zayıflamış bir haldeydi. Bir orta yolda buluşma imkanı vardı. Şimdiki durumda Rusya el yükseltti. Sahada hakim olan benim, şartları da ben belirlerim havasına girdi. Ukrayna giderek Batı'dan aldığı desteği tam alamayınca zayıfladı. Dolayısıyla o denge bozulduğu için de masada anlaşma noktasında ciddi sıkıntılar yaşanmaya başlandı. Daha talepleri bilmiyoruz ama ben muhtemelen Rusya'nın işgal ettiği toprakların onaylanmasını bu haliyle ancak bu şartta ateşkesi sağlayabileceğini veya anlaşmaya yanaşabileceğini düşünüyorum. Ama bu da Ukrayna açısından asla kabul edilemez bir durum. Və təbii ki, İstanbul danışıqları Moskvadan da diqqətlə izlənilir. Rusiya tərəfinin görüşə hansı şərtlərlə gəldiyi maraq doğurur. Ukraynanın son hücumundan sonra Moskvadan bizimlə birbaşa video bağlantıda olan xüsusi müxbirimiz Zakir Musayev isə bu məlumatları bizə çatdıracaq. Zakir, hər vaxtınız xeyir, efirdəsiz, eşidək məlumatlarınızı. Bəli, hər vaxtınız xeyirli ailə. Bugünkü danışıqlarda Ukrayna nümayəndə heyəti sülhə dair təklif etdiyi yol xəritəsini təqdim edəcək və həmçinin də prezidentlər Putin və Zelenski arasında zirvə görüşü də müzakirə olunacaqdır. Yol xəritəsində Ukraynanın hərbi gücünün məhdudlaşdırılması, Rusiyanın nəzarəti altında olan Ukrayna ərazilərinin tanınmaması və təzminatların ödənilməsi kimi şərtlər yer alır. Rusiya tərəfi danışıqlarda atəşkəs şərtlərinin müzakirə olunacağını və bu məqsədlə memorandumun hazırlandığını da bildiribdir. Kreml həmçinin qərb ölkələrinin NATO-nun şərqə doğru genişlənməsinin dayandırılmasına dair rəsmi zəmanət verilməsini də tələb edir. Öz növbəsində isə Birləşmiş Ştatlar prezidenti Donald Trump hər iki tərəfi münaqişəni sona çatdırmaq üçün əməkdaşlığa çağırıbdır və danışıqlara vasitəçilik etməyə hazır olduğunu da bir daha bəyan edibdir. Beləliklə, bütün hallarda İstanbulda keçirilən bu danışıqlar 3 ildən artıq davam edən Rusiya-Ukrayna müharibəsinin ümumiyyətlə sülh yolu ilə həllinə dair ümidləri artırır və deyərdim ki, diplomatik səylərin nə qədər mürəkkəb və həssas olduğunu da bir daha göstərir. Belə, hələlik bu saata çatdırmaq istədiklərim bunlardan ibarət idi və sözsüz ki, danışıqların nəticələri və ümumiyyətlə münaqişənin gələcək inkişafı barədə növbəti buraxılışlarımızda ətraflı məlumat verməyə çalışacağıq. Hələlik isə söz yenidən sizdədir.
Mən sizə təşəkkür edirəm Zakir məlumatlarınız üçün. İstanbul görüşünə dair Moskvanın mövqeyini əməkdaşımız, xüsusi müxbirimiz Zakir Musayevdən eşitdik. Bəli, İstanbul danışıqları ərəfəsində Rusiya-Ukrayna qüvvələrinin müharibə başlayandan bəri ən kəskin hava hücumuna məruz qalıb. Ötən gün 5 aerodroma edilən zərbələrə Rusiya artıq cavab verib. Zaporojye və Xarkov intensiv atəşə tutulub. Mülki əhali arasında da itkilər var. Ukraynanın Zaporojye vilayəti Rusiya ordusunun artilleriya və aviasiya zərbələrinə məruz qalıb. Hücum nəticəsində 5 nəfər həlak olub, 9 mülki şəxs yaralanıb. Yaşayış evləri, mağaza və təsərrüfat sahələrinə ciddi ziyan dəydiyi bildirilir. Xarkov şəhəri də Rusiya ordusunun şiddətli raket və dron zərbələrinə məruz qalıb. 2 ballistik raket çoxmənzilli yaşayış binalarının yaxınlığına düşüb. Şəhər meri İqor Terixovun məlumatına görə hücum nəticəsində 6 nəfər xəsarət alıb. Yanğınlar qeydə alınıb. Bundan əlavə hücum nəticəsində mülki müəssisə, fərdi yaşayış evləri və avtomobillər zədələnib. Bundan əvvəl gecə saatlarında isə Rusiya aerodromları yenidən Ukrayna qüvvələrinin kütləvi hava hücumuna məruz qalıb. Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 162 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Nazirliyin məlumatına görə bu rəqəmin 1/3-dən çoxu, yəni 57 pilotsuz uçuş aparatı Kursk sərhəd bölgəsi, 31-i Belqorod, 27-si isə Lipetsk üzərində vurulub. Lipetskdə dron qalıqları yaşayış evlərinin üzərinə düşüb. Rязаньda da PUA qalıqları yaşayış evlərini və avtomobilləri zədələyib. Bu arada internetdə Ukraynanın hava hücumundan sonra Rusiyanın İrkutsk vilayətindəki Belaya aviabazasının ilk peyk fotoları yayılıb. Fotoda görünür ki, hücum nəticəsində 4 Tu-22M3 və 3 Tu-95MS məhv edilib. 1 Tu-95MS isə zədələnib. Xatırladaq ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti Tor kod adı altında geniş miqyaslı xüsusi əməliyyat həyata keçirib. Nəticədə Rusiyanın əsas aviasiya bazaları vurulub. Əməliyyatın həyata keçirilməsi üçün Rusiya ərazisinə 117 pilotsuz uçuş aparatı keçirilib. Bu dronlar mobil taxta qurğular içərisində gizlədilib. Müəyyən bir anda bu dronlar uzaqdan aktivləşdirilərək Rusiyanın müxtəlif bölgələrindəki obyektlərə eyni anda zərbələr endirib. Ümumilikdə 40-dan çox təyyarə məhv edilib ki, bu da Rusiyanın strateji aviasiya ehtiyatlarının təxminən 1/3-ni təşkil edir. İlkin qiymətləndirmələrə əsasən dəyən ziyanın məbləği 7 milyard dollardan çoxdur. Kiyev Rusiyadakı hərbi aerodromlara zərbələr endirmək planları barədə Vaşinqtonu məlumatlandırmayıb. Bu barədə CBS News telekanalı mənbələrə istinadən məlumat yayıb. Ukrayna prezidenti Volodimir Zelenski Rusiya aerodromlarına kütləvi hücumu şərh edib. Əməliyyat bir ildən çox, təxminən bir il yarım müddətində hazırlandı. Planlaşdırma və bütün detallara mükəmməl şəkildə diqqət yetirildi. Əminliklə deyə bilərəm ki, bu tamamilə unikal bir əməliyyat idi. Ən maraqlı hissə isə odur ki, indi bunu açıq şəkildə deyə bilərik. Rusiyada bizim əməliyyat ofisimiz Federal Təhlükəsizlik Xidməti İdarəsinə yaxın bir bölgədə yerləşirdi. Xavər Əliyeva, Fərdi Abbasova, ASTV Xəbər. Son dəqiqə məlumatını diqqətinizə çatdırırıq. Bugün Prezident İlham Əliyev Bakıda keçirilmiş mini futbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Bununla bağlı hazırlanan geniş video materiala bugünkü proqramımızda baxa bilərsiniz. Bəli, Bakıda keçirilən mini futbol üzrə dünya çempionatında milli komandamız tarixi uğura nail olub. Milli gimnastika arenasında keçirilən yarışın finalında qələbə qazanan seçməmiz Dünya Kubokuna sahib çıxıb. Beləliklə, 2022-ci ildə Avropa çempionu olan millimiz 3 il sonra dünyanın ən güclüsü adını qazanıb. Bakıda mini futbol üzrə dünya çempionatına yekun vurulub. Milli gimnastika arenasında təşkil olunan yarışın finalında yığma komandamız Macarıstan kollektivi ilə üzə gəlib. Görüşə sürətli hücumlarla başlayan futbolçularımız ilk 10 dəqiqədə demək olar ki, maçın taleyini həll ediblər. Hesabı Təmkin Xəlilzadə açıb. Macarlar özlərinə gəlməmiş qaplarında ikinci topu görüblər. Məhəmməd Xəlilovun zərbəsi qüvvətli və dəqiq alınıb. Onuncu dəqiqənin tamamında hesab 3-0 olub. Sürətli təşkil olunan əks hücumu Rəvan Kərimov dəqiq zərbə ilə yekunlaşdırıb. Az sonra Macarıstan millisi buraxılan toplardan birinin əvəzinə çıxıb.
İlk hissə yığmamızın 3-1 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hesab arasındakı fərq yenidən 3 topa yüksəlib. Rəvan Kərimov dubl edib. Görüşün son saniyələrində isə Macarıstan yığması ikinci qolu vursa da bu yalnız təsəlli olub. Beləliklə 4-2 hesabı ilə qələbə qazanan millimiz tarixində ilk dəfə dünya çempionu olub. Xatırladaq ki, seçməmiz 3 il əvvəl 2022-ci ildə Slovakiyada keçirilən qitə yarışında Avropa çempionu olmuşdu. Bu hissləri ancaq yaşamaq lazımdır. Çox şükür ki, bizə qismət oldu. Hər kəsə təşəkkür edirəm. Hər bir kəsin əməyi var və azarkeşlərə, sizlərə təşəkkür edirəm. Azərbaycan xalqını təbrik edirəm. Mükəmməl bir hissdir, gözəl bir hissdir. Bütün Azərbaycan xalqını, bütün futbol camiəni hamısını təbrik edirəm. Çox sağ olsunlar hamı dəstəyinə görə. Bura gəldilər, əziyyət çəkdilər. Biz də əlimizdən gələni elədik. Azərbaycanımızı, bayrağımızı, çempionluğumuzu qeyd edirik. Bugün hər kəsə çox sağ ol deyirəm. Sevinirik bütün Azərbaycan xalqına. İnanın ki, hər bir rayonumuzdan, hər bir bölgəmizdən, Azərbaycandan və onun kənarından dəstək var, təşəkkür var. Biz də sizin vasitəvizlə onlara təşəkkürümüzü bildiririk. Bu xalq, bu millət həmişə belə qələbələrə layiqdir. Burada olan hər bir kəsə, böyükdən, kiçikdən tutmuş hər bir kəsə dərin minnətdarlığımı bildirirəm, qarşılarına baş əyirəm. Onların əziyyəti ki, Allaha çox şükür. Biz bunun bəhrəsini görə bildik. Çox sevindik. Biz bütün oyunları gördük ki, belə templə başlayırdı. Bəzi oyunlarda hansısa axırıncı zərbələrimiz alınmırdı. Bu oyun alındı, çox gözəl qələbə oldu. Bütün armağan edirəm, bütün xalqımıza armağan edirəm. Yarışın bağlanış mərasimində çıxış edən Dünya Mini Futbol Federasiyasının prezidenti Filip Juda mundialın yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Gənclər və İdman naziri Fərid Qaybov isə futbolçularımıza və möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkürünü bildirib. Tarixi uğurun qazanılmasında zəhməti olan hər kəsə minnətdarlığını bildirən Azərbaycan Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədov mundialın təşkilində dövlətin idmana verdiyi xüsusi diqqət və qayğıdan danışıb. Rəsmi hissədən sonra fərqlənənlər mükafatlandırılıb. Yekunda isə Dünya Kuboku milli komandamıza təqdim olunub. Azərbaycan seçməsi, Azərbaycan millisi 2025-ci ilin dünya çempionudur. Azərbaycan seçməsi, öz uşaqlarımız dünya çempionu olur. Bizə qələbə çox yaraşır. Doğma Bakımızda, xalqımızın qarşısında dünya çempionu olduq. Mən hər bir azarkeşə təşəkkür eləmək istəyirəm. Futbolçularımıza, məşqçi heyətimizə, futbolçular demək olar ki, bütün turnir boyu səhvsiz irəlilədi və azarkeşlərə bu böyük zəfəri bəxş elədi. Əlbəttə ki, bu dəstək möhtərəm prezidentin xeyir duası baş vermədən baş verə bilməzdi. Bütün bu dəstək dövlətimizin belə köməyi əlbəttə ki, bizi bu zəfərə gətirib çıxartdı. Ona görə bizim bundan sonra da məqsədimiz daha çox inkişaf eləmək, gəncləri, uşaqları bu futbol növünə cəlb eləmək, infrastrukturu və bazanı daha da genişləndirməkdir. It has been the best mini football event in the history. Azərbaycanın mini futbol millisini təbrik edirəm. Möhtəşəm qələbə qazandılar. Bakı mundialı hələ uzun müddət yaddaşlardan silinməyəcək. They have done a great performance and the final was really the celebration of mini football. Ölkəmizdə keçirilən mini futbol üzrə dünya çempionatı başa çatdı. Finaladakı uğurla irəliləyən milli komandamız yekunda Macarıstan yığmasını böyük hesabla məğlub edərək dünya çempionu oldu. Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında mini futbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması münasibətilə paylaşım edib. Paylaşımda deyilir, Azərbaycan mini futbol yığması dünya çempionatının qalibidir. Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm. Sizinlə fəxr edirik. Milli yığmamızın bütün üzvlərinə möhkəm can sağlığı, güc, enerji və yeni qələbələr və nailiyyətlər arzuluyuram. Davam edirik ki, ölkəmizə səfər çərçivəsində Türkiyə və Gürcüstanın din xadimləri Bibi Heybət məscidində olublar. Qonaqlara ibadətgahın tarixi barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə məscidin ərazisi genişləndirilib. Möhtəşəm kompleks inşa edilib. Qonaqlar daha sonra Heydər məscidini ziyarət ediblər. Məlumat verilib ki, məscidin fasadı Şirvan, Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Ornamentlərin zənginliyi fasadda xüsusi memarlıq harmoniyası yaradıb. Məscid 4 minarəli. Burada eyni vaxtda 7000-ə yaxın insan ibadət edə bilir. Din xadimləri Heydər məscidində namaz qılıblar.
Kümbezin, biz kümbez söylüyoruz. Bunu İmran xan bir dəfə bura gəldi. Heydər Əliyev məscidi də doğrudan doğruya gözəl bir inşası var. Mən deyərdim ki, bəlkə də Qafqazda nə bilim gördüyümüz ən böyük məscidlərdən biridir. Allah nəsib eləsin. Yəni bax bu bizim gözəl Gəncəmizdə də olsun, gözəl Qarabağımızda da inşallah belə gözəl var. Dikilir, düzdür var, amma yəni böyük məscidlərdən deyirəm. Onu da yəqin ki, inşallah Allahın köməliyi ilə bizim dəmir yumruğumuz inşallah yəqin ki, onları da inşallah eləyəcək. Qurban Bayramı namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə məscidlərdə bayram namazı iyunun 6-sı səhər saat 8:00-9:00 arasında qılınacaq. Qurban Bayramı iyunun 6-sı 7-sinə təsadüf edir. 6-sı, 7-si, 8-i və 9 iyun tarixləri qeyri-iş günləri olacaq. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dənizkənarı Milli Parkdakı Dinamo meydanında bayram tədbiri keçirilib. Mədəniyyət səninlə tanınır şüarı altında təşkil olunan festivalda tanınmış incəsənət nümayəndələri, eləcə də Uşaq İncəsənət Festivalının qalibləri çıxış ediblər. Festival ərazisində qurulan interaktiv zonalar, zəka və əyləncə gövşələri, yaradıcı emalatxanalar və əl işləri sərgiləri isə kiçik ziyarətçilərin böyük marağına səbəb olub. Bayram gün boyu davam edib. Şəhərimizə təşrif buyurmuş şəhərimizin qonaqları uşaqlar üçün xüsusi interaktiv zonalarda yaradılıb ki, orada həm uşaqlar öz əl işlərini göstərə bilirlər, bizim rəssamlarla birlikdə rəsm əsərləri yarada bilirlər. Uşaqlar üçün kukla teatr tamaşası nümayiş olunub. Eyni zamanda burada bizim Face Art xidməti həyata keçirilib və bütün bunların məqsədi uşaqların asudə vaxtını səmərəli təşkil etmək, eyni zamanda onlara bayram əhval-ruhiyyəsi yaşatmaqdır. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Sən də hüquqlarını tanı mövzusunda ustad dərsi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkil etdiyi təlimdə uşaq hüquqları ilə bağlı təqdimat olub. Uşaqlara hüquq və azadlıqları, onların qorunması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verilib. Ustad dərsdə tapşırıqlara uyğun qrup işləri yerinə yetirilib. Sonda balacalara sertifikat və hədiyyələr təqdim olunub. Çoxlu dostlar qazandım, məlumatlar edindim. Məsəl üçün, hüquqlar haqqında, uşaqların hüquqları haqqında daha çox məlumatlar qazandım. Hər bir uşağın hüquqları haqqında bir çox bilgilərlə yiyələndim. Həmçinin uşaqların fikirlərini dinləməklər də məncə çox əla idi. İşğaldan azad ərazilərdə mina təmizləmə fəaliyyətinə cəlb olunan qurumlar əməliyyatlarına dair aylıq məlumat açıqlayıb. 321 piyada, 154 tank əleyhinə mina, 1991 partlamamış hərbi sursat aşkarlanıb, 7440 hektar ərazi təmizlənib. Hadisələrin inkişafı və xəbərin növbəti 16 buraxılışında özünüzü qoruyun. Görüşəcək.